Kişi saqqalı itdən də mikrobludur. Alimlərin apardığı yeni araşdırma sübut eləyib ki, kişilərin saqqalında olan insan həyatına və sağlamlığına zərərli olan bakteriyalar, mikroblar it tükündə olandan daha çoxdur. İnanmırsınız? Xəbəri diqqətli izləyin, həm də mütləq orada deyilən məsləhətlərə riayət edin, saqqal saxlamağı sevənlər. Kişi saqqalında it tükündən çox zərərli bakteriya var. Avropalı alimlərin apardığı araşdırmada kişilərin saqqalında itlərin tükündən daha çox insan sağlamlığına zərərli bakteriya olduğu sübut edilib. European Radiology jurnalında dərc olunan tədqiqatda 18 saqqallı kişinin dəri, tüpürcək və 30 fərqli cins itdən tük və seri nümunələri analiz edilib. Tədqiqatçılar həm insanlarda, həm də itlərdə insanlar üçün zərərli olan bakteriya koloniyalarını axtarıb. Tədqiqatlar göstərib ki, 18 kişinin hamısında 30 itdən isə yalnız 23-ündə çox sayda zərərli mikrob var. Həkimlər saqqal